Hər vaxtınız xeyir. Bəlkə də bugünə qədər elə düşünürdünüz ki, varlanmaq sırf şans, bəxt məsələsidir. Amma əgər sizə desəm ki, bu əslində riyaziyyat kimi dəqiq bir elmdir, gəlin bu işin iç yüzünü birlikdə açaq və görək bu universal qanunlar nədir? Gəlin bir anlığa səmimi olaq. Həyatda neçə dəfə eşitmisiniz kimsə üçün deyirlər ki, onun bəxti gətirdi, ya da filankəsi tanıyırdı, ona görə işi getdi. Yəqin ki, çox. Bu fikirlər o qədər yayılıb ki, bəs sizə desəm ki, bunların hamısı əslində məsələnin üstünü örtən bir pərdədir və o pərdənin arxasında hamımızın, bəli, elə sizin də istifadə edə biləcəyiniz dəmir kimi qanunlar var. Baxın, bu Proctor nə deyir? Varlanmaq dəqiq bir elmdir, cəbr və ya hesab kimi. Fikir verin, bu elə-belə motivasiya üçün deyilmiş bir söz deyil ha. Bu, bütün oyunun qaydalarını alt-üst edən bir iddiadır. Yəni düşünün, sərvətə gedən yolun 2 vur 2 bərabərdir 4 kimi dəqiq bir formulu var. Düzü ilk eşidəndə biraz iddialı səslənir, elə deyil? Gəlin baxaq görək, bu iddianın altında nə yatır? Yaxşı, gəldik ilk hissəmizə. Burada biz o köhnə inancları, o bəxt, şans nağıllarını bir-bir dağıdacağıq və əvəzində bu oyunun, yəni sərvət oyununun əsl, gizli qaydalarını üzə çıxaracağıq. Hazırsınızsa, başlayaq görək sərvət əslində necə yaranır? Deməli, hamımızın beynində bəzi klişələr var, elə deyilmi? Kimisi deyir şanslı, kimi deyir gərək tanışların olsun, bəziləri düşünür ki, ya gərək zəngin ailədə doğulasan, ya da anadan gəlmə dahi olasan. Bir də o var ki, gecə-gündüz dayanmadan işləməlisən. Amma bir dayanın da, ətrafınızda bir baxın, bütün bu imkanları olan nə qədər adam var ki, yerində sayır və əksinə heç bir şeyi olmadan, sıfırdan başlayanlar necə olur ki, inanılmaz yerlərə gəlib çıxır? Təsadüf? Məncə yox. Deməli, əsl səbəb başqa yerdədir, daha dərinlərdə. Okey, əgər deyiriksə ki, sərvət elmdir, onda hər elmidə olduğu kimi, burada da bir təməl, bir fundamental qanun olmalıdır, düzdür? Elə bil, bütün qapıları açan universal bir açar düşünün. Bax, indi biz o açarı tapmağa gedirik. Bütün o digər qanunların anası olan o əsas prinsipi. Və budur o açar. Hər şey, amma hər şey enerjidir. Baxın, bu elə-belə fəlsəfi bir söz deyil ha. Bu, müasir fizikanın özüdür. O, oturduğunuz stuldan tutmuş, əlinizdəki telefona, beyninizdəki düşüncələrə, hətta o bank hesabınızdakı rəqəmlərə qədər hər şey sadəcə olaraq fərqli-fərqli tezliklərdə titrəyən enerjidir. Bunu bir anlıq dərk etsəniz, bütün oyun sizin üçün dəyişəcək. Sözün əsl mənasında. İndi bir saniyə dayanıb bu müqayisənin gözəlliyinə baxın. Bir tərəfdə elm soruşur, enerji nədir? O biri tərəfdə isə teologiya, yəni dinlər soruşur, Tanrı nədir? Və cavablara baxın, eynidir. Hər ikisi deyir ki, o hər şeydir. Əvvəli axırı yoxdur, özü özünün səbəbidir və hər yerdə, hər zaman mövcuddur. Fikir verirsiniz, adları fərqlidir. Biri enerji deyir, o biri Tanrı, amma tərif eynidir. Bu da onu göstərir ki, biz hansısa dar çərçivədən yox, bütün inancların, bütün elmlərin üstündə dayanan universal bir həqiqətdən danışırıq. Yaxşı, başa düşdük ki, hər şey enerjidir. Əla. Bəs sonra? Yəni bu enerji necə işləyir, hansı qaydalara tabedir? Baxın, necə ki hər kompüterin bir əməliyyat sistemi var, kainatın da öz əməliyyat sistemi var. Öz dəyişməz, sarsılmaz qanunları. Gəlin indi bu sistemin kodlarını bir-bir sındıraq, görək necə işləyir. Deməli, ilk və ən təməl qanun titrəmə qanunudur. Çox güman ki, hamınız cazibə qanunu deyə bir şey eşitmisiniz. Amma əslində o məşhur cazibə qanunu var ha. O, bu titrəmə qanununun sadəcə bir alt qanunudur, bir nəticəsidir. Əsas məsələ budur. Kainatda heç nə, amma heç nə sakit dayanmır. Hər şey hərəkətdədir. Əlinizi vurduğunuz o bərk stol belə, mikroskop altında baxsaz, atomlarının dəli bir rəqs içində olduğunu görərsiniz. Bax, milyonlarla insanın səhvə yol verdiyi yer də elə buradır. Biz zənn edirik ki, istədiyimiz şeyi cəzb edirik. Xeyr, biz istədiyimizi yox, olduğumuz şeyi cəzb edirik. Yəni, sizin daxili dünyanız nədirsə, xarici dünyanız da o olacaq. Əgər siz daxilən özünüzü daim çatışmazlıq içində kasıb, bəxtsiz hiss edirsinizsə, kainat da güzgü kimi sizə bunun daha artığını göstərəcək. Çünki kainat sizin dilinizdəki varlı olmaq istəyirəm sözünə yox, qəlbinizdəki mən kasıbam titrəyişinə cavab verir. Ona görə də sadəcə istəmək heç nədir. O istədiyin şeyin özü olmaq lazımdır.
Bax, bu radio bənzətməsi məncə məsələni tamamilə aydınlaşdırır. Təsəvvür edin, sevdiyiniz mahnı 90.3 FM-də gedir. Siz radionuzu 105.5-ə qoyub, o mahnının səslənməsini gözləyə bilərsiniz? Mümkün deyil. Gərək radionun düyməsini burub düz 90.3-ə gətirəsiniz. Sərvət də, bolluq da eyni ilə belədir. Onların da öz yayım tezliyi var. Siz öz daxili radionuzu o tezliyə kökləmədikcə, həyatınızda o musiqi heç vaxt səslənməyəcək. İndi özünüzə sual verin. Mənim radiom hal-hazırda hansı kanala köklənib? İndi isə gəlib çıxdıq, necə deyərlər, bütün qanunların padşahına. Hətta dahi mütəfəkkir Emerson bu prinsipə boşuna qanunların qanunu deməyib. Söhbət, səbəb və nəticə qanunundan gedir. And olsun, bu qanunu həqiqətən dərk etsəniz, elə bir ömrünüzdə ilk dəfə həyatınızın sükanı arxasına özünüz keçəcəksiniz. Bu qanun o stolların üstünə qoyulan Newton beşiyi var ha, bax o toplar kimi dəqiq və mexaniki işləyir. Bir topu çəkib buraxanda, o biri tərəfdən neçə top qalxır? Bircə dənə. İkisini çəkəndə, 2 dənə. Kainat da eynən belədir. Tamamilə qərəzsizdir. Onun üçün sizin yaxşı ya da pis insan olmağınızın heç bir fərqi yoxdur. Nə əkirsən, onu da biçirsən. Nə göndərirsən, eynisini eyni gücdə geri alırsan. Qayda belədir. Həmişə. Yaxşı, bu qədər nəzəriyyə bəsdir. Gəlin indi görək, bütün bunlar real həyatda necə işləyir. Çünki, bilirsinizmi, bu qanunları bilmək hələ bir şey demək deyil. Əsas məsələ bunları tətbiq etməkdir. Deyirləri, bilik potensial gücdür. Amma əsl güc o biliyi istifadə edəndə ortaya çıxır. Bax indi, o gücün realda nələrə qadir olduğunu, necə möcüzələr yaratdığını görəcəyik. Bir anlığa bu rəqəmə fokuslanın. 4275%. Bu nədir bilirsiniz? Bu, bayaqdan adını çəkdiyimiz Bob Proctor'ın gəlirinin cəmi cümlatanı bir ildəki artımıdır. Yəni, adamın gəliri $4000 qalxıb $175.000. Düşünə bilirsiniz, 40 dəfədən də çox. İndi sizə bir sual. Bir insan bir il ərzində 40 dəfə daha çox, daha ağır işləyə bilər? Mümkün deyil. Bəs onda buradakı sir nədir? Hə, təbii ki, hamımızın ağlına eyni sual gəlir. Necə? O bunu necə bacardı? Gecə-gündüz yatmadı, bəlkə hardansa lotereya uddu. Yox, cavab bunların heç biri deyil. Əsl cavab inanın ki, həm bundan çox daha sadədir, həm də çox daha dərindir. Və cavab budur, o sadəcə olaraq axına qarşı kürək çəkməyi dayandırdı və özünü kainatın o güclü axınına buraxdı. O daha çox işləmədi, sadəcə daha ağıllı, daha harmoniyalı işləməyə başladı. Başa düşürsünüz, sərvət qan tər içində boğulmaqla gəlmir. Sərvət o dəyişməz qanunlarla birgə onlarla harmoniya içində hərəkət edəndə gəlir. O sadəcə qanunları pozmağa son qoydu. Vəssalam. Yaxşı, bütün bunları danışdıq, başa düşdük. Amma indi gəlib çıxırıq ən vacib nöqtəyə, sizə. Bütün bu qanunların, bu prinsiplərin sizin üçün, sizin şəxsi həyatınız üçün mənası nədir? Çünki günün sonunda əsl güc, əsl idarə etmə məhz sizin əlinizdədir. Bilirsiniz, bizi bu planetdəki bütün digər canlılardan fərqləndirən möhtəşəm bir xüsusiyyətimiz var. Məsələn, bir heyvan, tutaq ki bir sincab, instinktlərinə tabedir. Gedib qoz fındıq yığır. Onun başqa seçimi yoxdur, proqramı belədir. Amma bizdə seçim var. Biz azad iradəyə sahibik. Biz düşüncələrimizi seçə bilirik. Və düşüncələrimizi seçməklə əslində hansı tezlikdə titrəyəcəyimizi seçirik, hansı reallığı yaşayacağımızı seçirik. Bu, bizə bəxş edilən ən böyük hədiyyədir və eyni zamanda ən böyük güc. Amma burada çox vacib bir məqam var. Baxın, bu sözə diqqət edin. Seçim etmək qabiliyyəti sizi seçiminizin nəticələrindən azad etmir. Yəni, bəli, sən istədiyin toxumu əkməkdə azadsan, amma qarğıdalı toxumu əkib alma ağacının bitməsini gözləyə bilməzsən. Bu mümkün deyil. Hər seçimin bir nəticəsi, hər səbəbin bir nəticəsi var və biz o nəticələrlə yaşamağa, necə deyərlər, məhkumuq. Və yekun olaraq bunu heç vaxt unutmayın. Bu qanunların işləməsi üçün sizin onlara inanmağınızın zərrə qədər əhəmiyyəti yoxdur. Məsələn, siz deyə bilərsiniz ki, mən yerçəkimi qanununa inanmıram. Əla, amma gedib 10-cu mərtəbədən özünüzü atsanız, nəticə dəyişməyəcək. Bu qanunlar da eyni ilə o qədər real, o qədər dəyişməzdir. Siz onları dəyişə bilməzsiniz. Sadəcə ya onlarla birgə işləyə bilərsiniz, ya da onlara qarşı. Seçim sizindir. Beləliklə, bütün söhbət dönüb dolaşıb gəlir bir suala.
Bu qanunlar onsuz da siz istəsəniz də, istəməsəniz də hər saniyə işləyir. Bəs siz bu an hansı tezliyi seçirsiniz? Bolluq tezliyini, yoxsa qıtlıq tezliyini? Sevgi tezliyini, yoxsa qorxu tezliyini? Bu seçimi sizin yerinizə heç kim edə bilməz. Çünki həyatınızın melodiyasını bəstələyən bəstəkar siz özünüzsünüz.